Herkese selamlar dostlar. Bugün Car Simulator'a yeni bir güncelleme geldi. Dostlarım da hangi güncelleme notunu gördüm. Yeni bir güncelleme geldi Car Simulator işe. Bakın neler geldi. Laf hele hündürlü maşınlar geldi araba. Abi Okeana dediğim bir tane Lamborghini olmalıdır. Bir Gravion dediğim bir tane BMW geldi. Lumera dediği başa düşmedim. Yaxından baxsam başa bilərəm. Bir dənə Range Rover, bu ilin Range Rover'i gəldi 2025 model. Style'a da dediyim bir dənə Mercedes gəldi inanılmaz. Yəni bu 5 dənə maşını test edəcəm. Bu yeni gələn güncəlləmə bilmirəm, qəşəng bir güncəlləməyə oxşayır. Sizinlə hep birlikte test edəcəm. Özü əsl pullu olan bu Okeano'dur. Lamborghini dediği. Mən banam sonra test edib baxaram. İkinci sırada tüm kadın adamları devir və bir dənə tapşırıq gəldi. Tüm kadın adamları devir. Bu qəşəng yeni bir dənə villa gəldi oyuna. Hills. Burası nötə belə villadır. Yeni villa dediği abiydi bax. Villa deyinə tavda görmüşdüm. Dördüncü sırada da otoqoyacı bagajda deyək. Bu diye bir şey gəldi. Bu necə bilmirəm amma bu ona bəlkə online tapşırıqdır. Nədir? Baxaram ona da. 5-ci sırada da bəli bu. Yeni bir tane yeni il tapşırığı. Elə bir şey, yani deyəsən qadın adamlara özel bir şeydir. Yeni güncelləməmiz də xeyir olsun dostlar bu arada. İnanılmaz qəşəngdir. Bu maşınla da necə elektriyə oxşayır. Elektrikdə də gəşib gözəl bir dənə maşındır. Əsl puludur dediyim kimi. Mən bunu yerəcəsi bir gün alaram. Şöyle mən az maşın işlədim. Bir dənə yenə bu Bentley işlədək gəlin belə qəşəng. Bentley. Yeni gələnlərə baxın. Aşağıda o 5 tane maşına da hiçbir sebebi yoktu. Yani o 5 tane maşına işe gelmez. Ne kadar Şahtı Baba tapşırıq var ətrafda. Baxın Şahtı Baba. Baxın nereden baxsan hemen Şahtı Baba işlər var. Oyda. Şahtı Baba papaqla. Bir nerede? Baxın eva buradadır. Eva buracaqdır. Baxaram ona da. 1, 2, 3, 4, 5. 5 tane. Onlar ne kadardılar ara? 5, 6, 7, 8, 9. Yok yani ben bir tane sayayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 tane burada. Hala burada da var. 13, 14, 15, 16, 17, 18, 19. Sence düzgün saydım mı? Aman neyse. Ama yine çok geçekti. Bak şu iş yeri var orada. İş yeri. Yarış. Yox. Mən buna ama baxacağım biraz. Ancaq bu nədir? Yenə deyəsən keçən illərdəki olan yeni tapşırıq ola bilər. Mən bilə nə elədir? Yaxşı bu yeni maşınlar ora gəldi. Yeni maşınlar. Bura gələ bilərlərmi? Bura gəldilər. Buradan görə bilirik hər şeyi. 150.000 kriptoya burada Mercedes var. Gravion'da 100 Tesla, 427 milyon Lumera, 480 milyon da bu Range Rover bunu maşın Vipcast da bu. Yaxında bu yeni güncelləmədəki maşınlar da test edəcək, amma bu gün işimiz o deyil. Yeni işıqlarına baxın ətrafda. Bunlar nədir? Bu nə güncəlləmə gəldi? Mən asıl güncəlləmə gəldiyini təxmin eləməliydim yəni. O mənim ağlımdadsa mən bilirəm bu işi. Bu nədir? Hədiyyələr. Bunlar vurmaq olmur, aşırmaq olmur bunlar. Necə aşırasan ki? Amma hatta qəşəng güncəlləmədir bu. Bir ortama baxaq bir. Ortam nə qəşəngdir yalnız. Ortam nə qəşəngdir. Məncə siz də güncəlləyin. Bu yeni güncəlləmənin fotoğrafını gördüm. Bir dənə dostum paylaşdı. Mən burada bir yerdə taslaq gördüm. Elə bir. Onun taslaq. Mən burada bir yerdə taslaq gördüm. Taslaq gördüyüm əminəm. Burada bir yerdə taslaq var idi deyirəm. Yoxdursa yoxdur. Birazdan çıxar. O yeni taslaq mənim işimi yadlaşdırmadan mən onu tapardım. Mən bir dənə bu arxamdakı Şahtı Baba papağana geyim. Hər yerdə fərli Şahtı Babanın papaqlar var, işlər var. Bu nədir? Baxın bu. Nədir ki bu? Devrilen qadın adamlar 1.20, 1-20'ye kadar devrilen bütün qadın adamlar. Bu arada Toyota Supra da bura gətirdi. Mən açtım burada biraz qalsın. İdarə edərik. Hətta nereden baksan Şahtı Babanın devlet papaqlarımız var.
Hamısı qəşəngdir də. Mən bilsən indi hara gedim. Bu evə. Baxın burada bir dənə ev gəldi. Mən bir dənə o evə doğru geyim abi. Amca bu Yenişədə də gələn bir şey var bari. Yenişəhərdə heç bir şey gəlməyib. Yenişəhərdə heç nə yoxdur. Əsas dənəyim yalnız sabahdan etibarən bu yaxınlarda bir dənə maşınlar da test eləyək. Baxın burada yeni gələn maşınlarımız var. Baxın bunlar. Bunları sizlərlə bir yerdə test eləyəcək. Baxın görün bunlar nə maşınıdır, nəyin gücüsüdür bunlar. Mən bunları üçün testdə sizlərlə incələyəcəm. Bu BT ilə sürməmiz çox yaxşı oldu. Burada çox böyük bir qalan adam var, devirlən. Deyəsən, mən anladığım budur. Bu gördüyümüz şaxta babalar, bunlar bütün qalan adamlarını devirmə tapşırığı imiş. Offroad bölgəsində yoxdur. Baxın, burada bir dənə var. Devirdim. Aşırdım da bir şey olmadı. Ne kadar qalan adamlar var ya ətrafda. Hemen onların hamısını devireceğim bir-bir. Var mən bilən başqa bir saxta bir şeylər. Bunları devirmək lazımdır 2-dən 20-yə qədər. Sən demə 20 dənə belə qardan adam var imiş. Bu nədir? Baxın burada da bir dəyişik bir şey var. Bu nədir? Bu da qadın adamla ölkəsi deyildiyim bir yer olmalıdır mən bilən yəni. Dəqiqsə budur. Bura gəlməmiz çox yaxşı oldu. Maşınları bir ucadan. Ya da yox, mən buraya yaxında gəlsəm yarayır. Mən buraya yaxında gəlsəm yarayır. Həm buradakı maşınlara daha da net incələmək olar. Mən oraya yaxında gedəsim, mən bir dənə evə gələsiyim. Baxın orada bir dənə ev var. Mən buraya gedim mən. Nə var? Ta ki orada. Əsil puldur. Yoxsa oyun pulun adı. Getsək bilərik bu ev nətər evdir, necə ev olacaq. Güncələmə notunu nətər gördüm. Bir an gördüm güncələmə gəldi oyuna. Dedim bir güncəlləyək da ala dedim. Dedim bir güncəlləyək. Şey də dediyin yaxşı bir şeydir. Ola ortama bax. Ortama bax sən, ortama. Ortama bax. Baxın burada da bir dənə qadın adam var. O deyil, baxın burada da bir dənə qadın adam var. Bu şaxlı babalar bildiyin yəni qadın adam devriyəsi. 3 dənə. 3 dənə qadın adam topladım ora bax. Topladım deməyədi. Aşırdım, dəvirdim, mən nağardım. İndi gedək bir dənə o evə. Baxın evə çatdıq. Aha dur deyəsən ev budur. Neçədir bu iş? Əsil pul. Əsil puladır bu iş. Əsil pulsa adı buradadır o oyun. Abi abır deyilmiş. Niyə həblə evlər əsil pulla olunmalıdır, ha? Niyə həblə evlər əsil pula olmalıdır? Nə barədədir bu işlər? Nə barədədir bu işlər? Abi ev əsil puladır. Mən də bir an aldığımı düşünmüşdüm. Ki artıq bəlkə bu ev alınar. Ətrafını incələyək bir dənə bu oyun. Baba burada bir dənə VSVet var. O güncələmdə göstərdiyi evin eynisidir bu. Sən də bura. Sən deyən pəncərələrindən içəriyə girmək olar bu evin. Ya bu evin o qədər giriş var ki. O da şəhərin gör nə gözəl yerindədir burası.
Mən deyirəm daha bir evə alsa. Dur qapılar açıqdır. Evin qapıları açıqdır. Almasaq da evin içinə girə bilirik hal-hazırda. Bu nədir? Bura nətər evdir ola? Burası da qarajı. Burası qarajıdır. Hani biz bu evi almasaq da evin qapı girişləri açıqdır ola. Evin qapı girişləri açıqdır. Bunlar arasında da cavabda yaxşıyam. Burası nə evdir belə? Paltaryanlar. 2 dənə paltaryan. Çax yuxarıya bir dənə. Mənə bu evdən, Tədəcan evdən başım çıxmadı mənim burası nədir belə ola? Bura nədir? Göstərilən evin eynisidir. Deməli bu yapımcı arasında çoxsa yabancıdır. Yəni o yüzden də dedilər də gətirdilər. Amma yəni belə bir şey var. Bu evi əsl puldan olsa da biz nətər bu evə girə bilirik. Burası şəhər mənzərəlidir. Şəhər mənzərəli ultracı bir lüksçü bir villa. Düşək mi? Bura nədir? Orada da çox dəyişik qoltuqlar var. Yeni gələn evi almasaq da içərisinə girə bilirik amma. Deyim ki, bu nətər oldu? Mən necə oldu böyle bir işə girişə bildim? Yəni biz bu ev almasaq da nətər yəni bizə də bu evin içində yox. Hardan girmişdim? Buradan girdim. Çıx bu evdən. Çıx. Bu ev yəni bu ev yəni yaxşı evdir demək olar bir tərəfdən. Yəni yaxşı evdir amma almasaq da içinə girə bilirik yəni qəşəngdir. Almasaq da yenə evin içində yox yenə də. Kaş bu da günlüklərə gələrdi. Gələr də günlüklərdə də ola bilərdik buranı biz. Deyəm bu ev günlüklərə alınana da oxşayırdı. Məsələn, gedək buradan. Get. Yeni gələn ev bizi şok elədi vallah. Yeni gələn ev bizi şok etdi. Yeni gələn güncələmənin evi bu şəkildə. Şəhərin də tam burasında. Orada yeni bir dənə Şata Baba papağını işarələdim. İndi mən bir də orada doğru gedim. Hər yerdə Şata Baba var. Yəni harda Şata Baba gördüksə onları bir dəvirə aşırmaq. Da bizim bir işimiz kimi bir şey. Yeni gələn güncələmə özəlliyinə baxsın. Yeni gələn güncələmə nəyinki də nəyinə hər yerə dağıtdı mı? Bu 4-cü aşırma da. Hal-hazırda bu 4-cü aşırma. Başqa nə qaldı? Bir də bu. Burada əsl bir dənə şat var. Mən indi orada doğru gedirəm hazır. Sənə deyəm yeni bir ev gələ bilər. Arasa gözümdən qaçmış bir ev gələ bilər arasa yeni. Yox yeni ev zadı yoxdur da bəlkə o da bir yaxınlara yeni geçən bir ev gələr. Yəni bu günə qədər bu oyuna əməlli sayda evlər gəldi. Bunlar maşın niyə dəqiqədə açdı? Məsələn, get. Gedək biz bir dənə sizlərlə bir yerdə uzaqda Şata Baba makedinə. Deyəm bəlkə orada nə bilim belə. Dur. Yox bir şey gördüm ama o da öyle. Yani olsa aşırı derecede her şey yenilendi oraya bak. Daha güncələmə notunu bu gün gördüm. Saat hal-hazırda axşam 19:43. Mən saat elə bir olsa elə bu yaxındadır mən bu videonu çəkirəm. Yeni gələn güncələmədə bu şəkildə idi yəni. 5 dənə yeni maşın, yeni ev, yeni qadın adamları devirmə deyə bir tapşırığımız. Baxın burada da bir dənə var, belə qəşəng.
O 2 bax orada o 2 milyonluq ev var ya, oranın yaxındalıq deyirəm də. Allah haqqı. O ev ucu mənim qabağıma çıxa durur. Çünki mən bir dəfə onu almışdım. Getdi zamanda hesabı sildim, yenə getdi. Adam mənə o da bu oyunu tanıya bilmir o qədər bir şey də Car Simulator işte oyunda öyle. Çünki dostlar daha bu oyunu tanımaq mümkün deyil elə bir. Yeni şəhərə gələndən sonra biraz tanınmazlıq baş verdi, bilmirəm nə oldu. Amma da heç məsələn. Sən deyəm yeni şəhərə liman da gəldi yara, liman. Liman gələ bilər, mən yeni şəhərə düzgün baxmadım. Deyəm sən liman gələ bilər. Limanla da bilmirəm bəlkə liman da gələr. Bu 6-cı qadın adamın devirdi. Varsa 6 dənə qadın adam devirdi mi? Bu nədir? Caha da həminki və eyni şatı baba tapşırığıdır bu. İndi. Aha vallahi elə. Amin. Pol 5 dənə taslaq verdi. Yəni yeni il olsun mübarək. Və yəni dur axşam oldu. Mən belə axşamda belə qaltı lavalarda oynamayayım çox. Yaxında da şu yeni gələn maşınları test edək. Görək onlar nədir? Nə indi? Nə tər maşınlardır? Onlara da hep birlikdə baxaq. Yəni mənə bildiyim odur ki, bu oyun bugünkü güncələmə xəbəri mənə çox sevindirdi demək olar. Arkadaşlar sevindim yəni bugünkü güncəlləməyə. Amma evi burada bir də taslaq gördüm ya. Allah bax. Gördüyüm şey necə gözümdən qaçar mənim. Mən bunu bıraxım da. Yaratayım bu yeni şəhərə liman gəldi. Liman. Bəlkə də liman gəlməli idi hal-hazırda. Baxım görüm ətrafda liman zad görsən. O liman gəldi bütün güncələmələrdə göstərdilər. Yox gələr deyirəm o yeni liman. O yeni liman burada bir yerdə olar. Bəlkə də gəldi. Şəhərin hər yerini gəzsəm də mən o limana tapıram. Bəlkə də buradadır. Orada çünki yaman böyükdür. Bəlkə də oraya getdi liman. Dur. Tapsam tapacağım da. Hava tərəfdə bir get də daməli boşluğa sahib oldu. Böyük bir boşluq demək olar. Burada bir dənə belə bir ada görürük. Hər yerdə bir şaxtabalar var. Burası yeni evin kənarı, ətrafı. Valla dur düşəsiydim az yola düşəsiydim. Yenə deyəsən yeni liman gəlməyibdi, gətirməyibdilər vəlli yeni liman zat. Gəlsəydi mən yenə görürmüş olurdum, amma yeni liman yenə yoxdur. Yeni evin ətrafı. 4 dənə qarajı var özdə. 4. Oh, nerede? Oba. Evin görünüşü də bu şəkildədir. Allah polis vurdu, qaç.
Ya deyəm, güncələmənin fotoğrafını hara qoysaq? Duracağım, polis imkan vermədi ki. Bir dənə ki, tutdum deyənə gör, polis başqanına nə işlər açdı mənim. Yeni güncələmənin notlarını da gətirib qoyaram. Bura biraz bu uzaqlıq bəsdir bana. Burada da uzağa getməyək. Biraz uzağa gedək. Mən bir yerdə uzaqda bir yerdə tapıb şəkil burada olmaz. Başqa bir yer tapmaq lazımdır. Mən hani bayaq getdiyimiz şaxta baba yerinə. Elə də burada çəkərik fotoğrafı. O aşağıdan bizə düşər. Bugünkü videonun da sonuna gələk. Güncələmə notu bu şəkildə idi. Sənə deyəm nə haraq? Ya bu yeni maşınlar haqqında bir yaxın bəlkə də istəyirsə bir gələn maşınları test eləyək abi yaxınlarda. Sabahazada bir yeni maşınlar bir dənə test eləyək yoxlar. Nə tər maşınlardır, nə tər güclü maşınlar olacaqlar. Street dediyi 150.000 kriptoyadır. Greyhound dediyi 100 taslaqdır. 427.250 ya da burada bir dənə Lumera adlı maşın var. O bunların adlarını bilirsə deyəcəm. Hamını bilirəm ki, Forgerantdır, bu Range Rover'dir. Bu da Okeano dediyi də bir Lamborghini zad olar mən bilirəm. Bəlkə də o da. Bugünlük məndən bu qədər. İnşallah yeni videonu sevdiniz. Sonraki videolarda görüşmək üzrə.